Paytaxtın Binəqədi rayonunda gənclərimiz insan alverinin qurbanına çevrilməsin mövzusunda maarifləndirici konfrans keçirilib. Tədbiri Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsi birgə təşkil edib. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyşov bildirdi ki, dünyada cinayətkarlığın artması, insan alveri cinayətinin bütün dövlətlərdə mövcudluğu və yaş həddi olmadan bütün cəmiyyət üzvlərini əhatə etməsi təhlükəli haldır. Daxili İşlər Nazirliyi İnsan alverinə qarşı mübarizə idarəsinin əməkdaşı Fuad Əliyev isə qeyd etdi ki, ölkəmiz BMT-nin transmili cinayətkarlığına qarşı mübarizə və Avropa Şurasının müvafiq konvensiyalarına qoşulub. İnsan alveri ilə mübarizəyə dair milli fəaliyyət proqramı qəbul edilib. İnsan alverinin qurbanları üçün müvafiq sığınacaqlar yaradılıb və qaynar xətt fəaliyyət göstərir. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin koordinatoru Səltənət Məmmədova da qeyd etdi ki, dünyada hazırda 232 milyon beynəlxalq miqrant var və statistika göstərir ki, miqrantlar arasında 15-30 yaşlı gənclər üstünlük təşkil edir. Beynəlxalq qanunvericilikdən danışan natiq ölkəmizin də bu qanunvericiliyi qəbul etdiyini və konvensiyaların ratifikasiya edildiyini vurğuladı. Daxili İşlər Nazirliyi İnsan alverinə qarşı mübarizə idarəsinin tərkibindəki 152 nömrəli qaynar xətt xidməti barədə məlumat verən Xidmətin direktoru Günay İbrahimova bildirdi ki, xidmət 2008-ci ildən fəaliyyətə başlayıb. Qaynar xəttin əməkdaşları müvafiq xüsusi kurslar keçmiş peşəkarlardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Ruxsarə Axundova isə rəhbərlik etdiyi mərkəzin insan alverinin qurbanlarına yardım etməsi istiqamətinə fəaliyyətindən danışdı. Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov dedi ki, mövzu qloballaşan dünyada xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı cəmiyyətdə kifayət qədər məlumatın olması, insan alverinə qarşı mübarizədə dövlət və cəmiyyətin birgə fəaliyyəti çox vacibdir. Bildirildi ki, bugün insan alveri ilə bağlı mübarizə tədbirləri dövlət səviyyəsində aparılır. Tədbirdə insan alveri və onun qurbanlarına həsr olunan film nümayiş olundu. Gövhər Eybətli, Mənsur Həsənov, Elnur Elxanoğlu, xəbərlər.